Gözəl bir komment gəlib. Yazıblar ki, salam, sağlığında cənnəti qazanan insan. Allah səni qorusun. Gör Allah qatında necə dəyərlisən ki, səni vəsilə edib, yaxşılıqlar edib, milyonların duasını almaq, sağlam nəsə də daracan dua yazmışdı xanım. Xanımdır bu, məncə Anka idi. Allah razı olsun, minnətdarım hər birinizə. Belə uzanmağımın da səbəbi, utindi yağ tökmüşəm burnuma, qulaqlarıma. Burunla qulaq arasında olan xətti açmaq üçün. Orada çirk olur, bir də görsən. Çox gözəl fayda verir. Həm də ki, şişmiş limfaların üzərinə utindi yağı çəkəndə çox gözəl fayda verir. Bir də çörək yağı. Bir gün onu, bir gün bunu çəkməklə, amma onu basmaq olmaz, əzmək olmaz. Narın belə yüngül üstündən çəkmək lazımdır.